Bəzən pasientlərdən eşidirik, şəkərə aid heç bir əlamətim, şikayətim yoxdur. Amma həkimim şəkərli diabetlə bağlı analizlər istəyib. Niyə görəsən? Gəlin buna aydınlıq gətirək. Əvvəlcə onu qeyd edim ki, diabet analizlərinin məqsədi yalnız diabeti aşkar etmək deyil. Biz həm də prediabet dediyimiz, xalq arasında gizli şəkər kimi tanınan şəkərönü mərhələni tapmağa çalışırıq. Prediabet hələ xəstəlik sayılmır, amma artıq orqanizmdə şəkər tənzimlənməsi pozulmağa başlayıb. Bu mərhələdə qan şəkərinin bir qədər yüksək olması bizə xəbərdarlıq siqnalıdır. Əgər bu vəziyyəti vaxtında aşkarlasaq, düzgün qidalanma, fiziki aktivlik və həyat tərzi dəyişikliyi ilə diabetin qarşısını almaq mümkündür. Ən önəmlisi isə budur ki, prediabet adətən heç bir əlamət vermir, yəni insan özünü tam normal hiss edə bilir. İkincisi, diabetin klassik simptomları, yəni çox su içmək, sidiyə tez-tez getmək, ağızda quruluq, arıqlama kimi əlamətlər adətən qan şəkəri artıq 180 mg distilitr keçdikdə meydana çıxır. Halbuki diabet diaqnozu şəkər ac-qarına venoz qanda 126 mg distilitr və yuxarı olduqda qoyulur. Yəni diabetlidə şəkər çox yüksəlməyənə qədər heç bir əlamət hiss olunmaya bilər. Artıq diabeti olan insanlarda isə tez diaqnoz qoymaq, gələcəkdə göz, böyrək, sinir sistemi və ürək-damar fəsadlarının qarşısını almağa kömək edir. Bəs diabetlə bağlı şikayətləri olmayan hər kəs mütəmadi şəkər analizlərini verməlidirmi? Xeyr, skrininq əsasən risk qrupundakı şəxslərdə aparılır. Risk qrupuna kimlər daxildir? Yaşı 35-dən yuxarı olan şəxslər, artıq çəki və yaxud da piylənməsi olanlar, ailəsində diabeti olanlar, yüksək təzyiq və yaxud da xolesterin yüksəkliyi problemi olanlar, hamiləlik zamanı şəkəri yüksəlmiş qadınlar, fiziki aktivliyi az, oturaq həyat tərzi keçirənlər. Bu qruplardan birinə aidsinizsə, özünüzü yaxşı hiss etsəniz belə diabet skrininqindən keçmək mütləqdir.